Bəli, biz Çağdaş Təhsil komandası olaraq 13 il əvvəl Samux rayonunda gözəl bir müəllimənin adına fəxri fərman vermişik. Bu hansı müəllimədir? Sizlərə təqdim eləmək istəyirəm. Almaz Məmmədova. 13 ildən sonra da təqaüddə olan müəllim kimi, 70 yaşlı müəllim kimi yenə qonaq olmağa gəlmişik. Demək, Azərbaycan Respublikasının dövlətçiliyi əsaslarının qorunmasında, ölkə elminin təhsilin inkişafında göstərdiyi layiqli xidmətləri nəzərə alaraq Samux rayon Ağasbəyli kənd tam orta məktəb müəllimi Almaz Məmmədova Azərbaycan Ziyalısı fəxri fərmanı təltif olunur. Təsəvvürə gətirin ki, uşaqlar, görürsünüz necə saxlayıbdır müəllimə bunu? Gözəl, səliqəli şəkildə 13 il əvvəl müəllimənin adına fəxri fərman vermişik. Və bugün də gəlmişik ki, Çağdaş Təhsil həm jurnalında, həm sosial şəbəkələrdə, müxtəlif mətbuat orqanlarda işlandırmaq. İndi müəllimə sizə təqdim edirəm. Müəllimə adınız, soyadınız? Məmmədova Almaz Camal qızı. Neçə il təhsil sahəsində çalışmısınız? 43 il. Hansı məktəbdə çalışmısınız? Ağasbəyli kənd tam orta məktəbində. Çox gözəl. Hansı fənn tədris eləmisiniz? Azərbaycan dili ədəbiyyat. Çox gözəl. Yəqin ki, yetirmələrinizdən biz bilirik. Yetirmələriniz yüzlərlə müxtəlif sahədə olanlar var, amma istəyirəm ki, hansı sahədə daha çox olduqları siz deyəsiniz. Bax, mənim yetirmələrimdən rayon icra hakimiyyətinin 4-cü müavini Kəmalə Xəlilova. O mənim yetirməm olur. Sonra mənimlə çiyin-çiyinə işləyən Mahmudova Mənsurə dil ədəbiyyat müəllimi kimi mənim yetirməm olur. Çox sahələrdə, çox sahələrdə. O cümlədən də müxtəlif peşə sahibləri olanlar. Bəli. Və biz sizə uzun ömür, can sağlığı arzu edirik. Çox sağ olun. 2025-ci il 19 dekabr tarixidir. Müəllimə, indi hal-hazırda neçə yaşınız var? 70 yaşım. 70 yaşınız var. Allahdan arzumuz odur ki, biz sizin 80, 90, 100 yaşında gələk, gözəl çəkiliş eləyək. Allah sizə uzun ömür versin. Müəllim, neçə nəvəniz var? 7 nəvəm var. 7 nəvəniz var. Hətta sizin oğlunuz da təhsil sahəsində çalışır. O da müəllimdir. Mən işlədiyim elə orta məktəbdə mənlə çiyin-çiyinə bir neçə ildə işləyib, hal-hazırda da orada idman müəllimi kimi işləyir. Çox gözəl. Və Çağdaş Təhsil komandası olaraq biz də müəlliməyə uzun ömür, can sağlığı arzu edirik və arzumuz odur ki, Allah təala müəlliməyə ən əsası gözəl, sağlam can sağlığı versin. Biz də gərək müəllim haqqında gözəl çəkiliş eləyək. Təşəkkür edirik, minnətdarım bildirir. Çox sağ olun.